Hər vaxtınız xeyir. 3 avqust üçün ulduzların sizə çox maraqlı mesajları var. Gəlin görək, bugün bürcləri nələr gözləyir. Başlayaq. Qoç. Əziz qoçlar, bugün sanki içinizdə bir vulkan qaynayır. Səhər saatlarından etibarən enerjiniz o qədər yüksək olacaq ki, ətrafınızdakılar belə bu tempə çatmaqda çətinlik çəkə bilər. Uzun müddətdir təxirə saldığınız o çətin və yorucu işlər var ha. Bax, onların öhdəsindən gəlmək üçün bugün ən doğru zamandır. Sadəcə biraz ehtiyatlı olmaqda fayda var. Qərar verərkən həmişəki kimi tələskənliyə yol verməyin, dərindən nəfəs alıb biraz səbirli davranın. Xüsusilə də iş yerində və ya yaxın münasibətlərdə kiçik bir yanlış anlaşılma böyüməsin deyə sözlərinizi seçərək istifadə etməyiniz tövsiyə olunur. Axşama doğru isə sizi həqiqətən sevindirəcək qəfil bir zəng və ya xoş bir xəbər ala bilərsiniz. Odur ki, gülümsəyin və bu bol enerjili günün dadını çıxarın. Buğa. Əziz buğalar, bugünkü gündə sizin üçün rahatlıq və hüzur hər şeydən öndə gəlir. Özünüzü heç yerə tələsməyən, sadəcə anı yaşamağa çalışan biri kimi hiss edəcəksiniz. Düzü, bu sakitlik və sükunət sizə çox yaraşır. Maddi məsələlərlə bağlı içinizdə yaranan o xırda narahatlıqları bugün tamamilə bir kənara qoyun. Çünki qapıda bəzi sevindirici, gözlənilməz kiçik maliyyə fürsətləri görünür. İş yerində və ya ailədə bəzi insanlar sözləri ilə sizin səbrinizi sınamağa çalışsa da, o məşhur soyuqqanlılığınızı qoruyub saxlamağı bacaracaqsınız. Günün sonunda özünüzə kiçik bir hədiyyə almaq, ləzzətli bir yemək yemək və ya sadəcə sevdiyiniz bir filmi izləyərək dincəlmək bütün günün yorğunluğunu alıb aparacaq. Bugün ən çox özünüzü sevindirməyi unutmayın. Əkizlər. Əziz əkizlər, bugün ünsiyyət qabiliyyətiniz az qala zirvədədir. Diliniz o qədər şirin, söhbətiniz o qədər rəngarəng olacaq ki, ən çətin xasiyyətli adamları belə asanlıqla yola gətirə biləcəksiniz. Beyninizdə uçuşan yeni ideyalar, fərqli və yaradıcı fikirlər sizi sanki bir yerdə dayanmağa qoymayacaq. Gün ərzində gözlənilməz görüşlər, yeni tanışlıqlar və bol-bol mesajlaşmalarla dolu aktiv bir temp sizi gözləyir. Ancaq diqqətli olun, eyni anda bir neçə işə birdən başlamaq sizi günün sonunda fiziki və mənəvi olaraq biraz yora bilər. Odur ki, prioritetlərinizi düzgün müəyyən edin. Axşam saatlarında isə köhnə bir dostunuzla edəcəyiniz dərin, səmimi bir söhbət həm sizə xoş nostalji anlar yaşadacaq, həm də yorğun ruhunuza çox yaxşı gələcək. Xərçəng. Əziz xərçənglər, bugün duyğularınız və həssaslığınız yenə də ön plandadır. Ürəyinizin səsinə qulaq asmaq, o güclü intuisiyalarınıza güvənmək üçün mükəmməl bir gündür. Ailə üzvlərinizə, dostlarınıza və ən yaxınlarınıza qarşı içinizdən gələn o qoruyucu və şəfqətli hisslər bugün daha da qabarıq şəkildə özünü göstərəcək. Evinizin içində kiçik dəyişikliklər etmək, bəlkə də mətbəxə keçib tamamilə yeni bir resept sınamaq sizə inanılmaz bir zövq verə bilər. Əgər son günlərdə kiminləsə aranızda xırda bir inciklik olubsa, bugün qüruru bir kənara qoyub ilk addımı atmaqdan əsla çəkinməyin. İnanın ki, bu addım hər iki tərəfə də böyük rahatlıq gətirəcək. Günün sonunu isə yalnız özünüzə, daxili dünyanıza ayıraraq hüzurla, sakitliklə tamamlayın. Şir. Əziz şirlər, tam da gözlənildiyi kimi səhnə yenə sizindir. Bugün harada olursunuzsa olun, diqqətləri üzərinizə çəkməyi və parıldamağı ustalıqla bacaracaqsınız. Özünüzə olan o güclü, sarsılmaz inamınız və ətrafa saçdığınız müsbət enerjiniz hər kəsə valeh edici təsir bağışlayacaq. İş həyatında və ya yaradıcılıq tələb edən məsələlərdə rəhbərliyi tamamilə ələ almaqdan çəkinməyin, çünki bugün fərq yaradacağınız, səsinizi eşitdirəcəyiniz xüsusi bir gündəsiniz. Romantik münasibətlərdə bəzi kiçik, şirin şıltaqlıqlarınız ola bilər, amma sevginiz hər şeyi tezliklə yumşaldacaq. Cibi sevindirəcək xırda uğurlar, təriflər də istisna deyil. Lakin qərarlar verərkən biraz da egonuza nəzarət edə bilsəniz, ətrafınızdakı bütün insanların qəlbini tam fəth etmiş olacaqsınız. Gülümsəməyi əsla unutmayın, bugün o sizin ən gözəl silahınızdır. Qız. Əziz qızlar, nizam, intizam, dəqiqlik və detalçılıq bugün sizin ən böyük xilaskarlarınız olacaq. Həyatınızda yığılıb qalmış, beyninizin bir küncünü məşğul edən o xırda xuruş işləri yoluna qoymaq üçün bugün mükəmməl bir enerjiniz var. Fikirlərinizi asanlıqla cəmləyəcək, iş masanızı, sənədlərinizi və ya gələcək planlarınızı yenidən səliqəyə salacaqsınız.
Amma mütləq bir məqama diqqət edin, hər şeyin tamamilə qüsursuz olmasını istəyərkən özünüzü lüzumsuz yerə çox yükləməyin. Bəzən işləri sadəcə öz axarına buraxmaq lazımdır. Sağlamlığınıza, xüsusən də gün ərzində qidalanma rejiminizə xüsusi diqqət ayırsanız çox yaxşı olar. Günün ikinci yarısında eşidəcəyiniz dəyərli təriflər və ya işinizlə bağlı alacağınız müsbət rəylər sizə bütün o zəhmətinizə dəydiyini çox gözəl bir şəkildə xatırladacaq. Tərəzi. Əziz tərəzilər, bugün həyatın hər sahəsində harmoniya və balans axtarışınız ətrafınızdakı hər şeyə fərqli bir rəng qatacaq. Həm öz daxili dünyanızda, həm də ətrafınızdakı insanlarla olan münasibətlərdə sülh, sevgi yaratmaq istəyəcəksiniz. Mühitinizdə kimsə mübahisə etsə belə, siz şirin dilinizlə oradakı ən sakitləşdirici qüvvəyə çevriləcəksiniz. Estetik duyğularınız bugün həqiqətən çox güclüdür, özünüzə baxa bilər, yeni və zövqlü bir geyim seçə və ya sadəcə evinizi, iş masanızı gözəlləşdirə bilərsiniz. Ancaq qərar vermək məqamı gələndə həmişəki kimi yenə də biraz tərəddüd edib çətinlik çəkə bilərsiniz. Uzun-uzadı düşünüb özünüzü yormaq əvəzinə ilk ağlınıza gələn və ürəyinizə ən çox yatan variantı seçin. Axşam saatları romantika üçün əla fürsətlər vəd edir, günün dadını çıxarın. Əqrəb. Əziz əqrəblər, bugün içinizdəki o gizli güc və insanları oxumaq qabiliyyətiniz adətən olduğundan qat-qat daha güclüdür. Sizi heç vaxt səthi və sadə şeylər maraqlandırmır, bugün də hər məsələnin birbaşa kökünə getmək, ən dərindəki əsl həqiqəti tapmaq istəyəcəksiniz. İnsanların sizə nə demək istədiyini, onlar hələ sözə başlamadan belə baxışlarından anlaya biləcəksiniz. İş həyatında qurduğunuz o ağıllı strategiyalar tam istədiyiniz kimi işləyəcək, amma kimsə ilə rəqabətə girərkən həddindən artıq sərt və qırıcı olmamağa çalışın. Dəyişimə və yeniliklərə, hətta risklərə belə çox açıq olduğunuz fərqli bir gündəsiniz. Zərərli və köhnə vərdişlərdən qurtulmaq üçün bugün ideal zamandır. Axşam isə tamamilə tək qalıb, dincəlmək və musiqi dinləmək yorğun ruhunuza çox faydalı olacaq. Ox atan. Əziz ox atanlar, içinizdəki o azad ruhlu, macərapərəst uşaq bugün böyük bir coşqu ilə oyanır. Rutin işlər, eyni divarlar, sıxıcı cədvəllər bugün sizi həqiqətən darıxdıra bilər. Ürəyiniz daim yeni yerlər kəşf etmək, fərqli və maraqlı insanlarla tanış olmaq ya da heç olmazsa tamamilə yeni bir mövzuda nəsə öyrənmək istəyəcək. O qədər pozitiv, gülümsəyən və ümidlisiniz ki, bu yoluxucu enerjiniz istər-istəməz yaxınlarınıza da keçəcək. Həyatı çox ciddiyə almadan, problemləri böyütmədən sadəcə anın dadını çıxarmaq istədiyiniz günlərdən biridir. Həftə sonu üçün səyahət planları qurmaq və ya gələcəklə bağlı şirin xəyallara dalmaq üçün əla vaxtdır. Sadəcə bir məqama diqqət edin, anlıq yüksək əhval-ruhiyyə ilə verdiyiniz sözləri sonradan yerinə yetirmək çətin ola bilər, ehtiyatlı olun. Oğlaq. Əziz oğlaqlar, uzaq və çətin hədəflərinizə doğru inamla addımladığınız, məsuliyyət hissinizin az qala tavan etdiyi bir gündəsiniz. İçinizdə sanki dağları yerindən oynadacaq, yorulmaq bilməyən bir iş əzmi var, başqalarının təxirə saldığı, bacarmadığı və ya sadəcə çəkindiyi çətin vəzifələri siz asanlıqla, qürurla öz çiyinlərinizə götürə bilərsiniz. Gün ərzində karyeranızla və ya təhsilinizlə bağlı çox vacib və sizi sevindirəcək irəliləyişlər ola bilər. Ancaq heç vaxt unutmayın ki, həyat sadəcə işdən, vəzifədən ibarət deyil. Hərdən bir durub dərindən nəfəs almaq, başınızı kompüterdən qaldırıb ətrafınızdakı gözəllikləri görmək lazımdır. Günün sonuna yaxın məntiqinizi və işləri bir kənara qoyub, ailənizlə və ya dostlarınızla səmimi, isti bir mühitdə söhbət etmək sizə sandığınızdan da yaxşı təsir edəcək. Dolça. Əziz dolçalar, bugün sizin o rəngarəng beyniniz sanki bugündə yox, uzaq gələcəkdə yaşayır. O qədər fərqli, o qədər orijinal və qeyri-adi fikirlərlə dolusunuz ki, bəzən ətrafınızdakılar sizi anlamaqda və sizə çatmaqda biraz çətinlik çəkə bilər. Qəbul edilmiş standartlardan kənara çıxmaq, oyunun qaydalarını tamamilə özünüzə görə yenidən yazmaq istəyirsiniz. Dost mühitində ən çox aranan, söhbəti ən çox cəlb edən maraqlı şəxs məhz siz olacaqsınız. Sosial şəbəkələrdə və ya komanda işlərində böyük aktivlik göstərə bilərsiniz. Lakin şəxsi və romantik münasibətlərdə hisslərinizi gizlətməkdən qaçın, bəzən o qədər məntiqli və ağıllı davranırsınız ki, kənardan soyuq biri kimi görünə bilərsiniz. Bugün qorxmadan sadəcə ürəyinizdən keçəni dilə gətirin, inanın ki, qarşılığını çox gözəl alacaqsınız. Balıq.
Əziz balıqlar, bugün sanki ayaqlarınız yerdən üzülüb, buludların üzərində gəzirsiniz. O qədər həssas, o qədər romantik və xəyalpərəstsiniz ki, sizi bugün reallıqlardan çox ancaq incəsənət, sakit bir musiqi və ya sevdiklərinizin səmimi xoş sözləri xoşbəxt edə bilər. İntuisiyanız tam bir kompas kimi işləyir və birmənalı olaraq sizə doğru yolu göstərir. Kimsə dərdini danışmaq, ürəyini boşaltmaq istəsə, heç düşünmədən qaçıb yanınıza gələcək, çünki sizin şəfqətiniz, can yandırmağınız onlara ən yaxşı dərman kimidir. Amma çox diqqətli olun, başqalarının problemini özünüzünki kimi mənimsəyib dəyərli enerjinizi boş yerə tükətməyin. Günün ikinci yarısında gələcək qəfil bir ilham pərisi sizi olduqca yaradıcı bir işə yönəldə bilər. Öz dünyanızda qalmaq sizə hüzur verir, axşamı elə bu cür hüzurla keçirin. Bugünlük ulduzların sözü bu qədər. Unutmayın ki, bürclər sadəcə yol göstərir, amma həyatınızı siz özünüz yaradırsınız. Özünüzə yaxşı baxın, möhtəşəm bir gün arzusu ilə.